Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Zaur canlı yayım zamanı olduğu məkanda Azərbaycanlıların çox olduğunu deyib. Azərbaycanlılar çoxdur, Bakıdan və Gəncədən gələnlər var deyə Zaur bildirib. Onun bu sözləri canlı yayım izləyicilərinin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Heç düzəlməyə də bilər, atqaz da gələ bilər. Bu sadəcə viza almaq elə də Biraz çətindir, hə. Amma Travel Faraona müraciət eləsəz, Instagramda paylaşmışıq səhifələri. Burada da var. Orada bilmirəm nömrələri var. Əvvəllər vizanı almaq çox rahat idi. Məsələn, gedirdin, onlayn da növbə götürə bilirdin və yaxud da gedirdin, canlı növbə də götürə bilirdin. İndi yerlər satılır. Siz burada bəzi işbazlar da istifadə edirlər bundan. Yerləri götürürlər, sonra başlayırlar baha qiymətə yerləri satmağa. Hə, bugün paylaşacağıq. Çox sağ olun. Bugün saat Bakı saatı ilə 9-da. Burada saat 5-dir indi. 6-ya işləyib. Elə bir sizdə indi saat 8-ə işləyib 10 dəqiqə. Bakıda indi 8-ə işləyib. Hardasa 1 saat 50 dəqiqədən sonra videonu paylaşacağıq. Bu videonun indi burada olduğumuz məkanla heç bir əlaqəsi yoxdur. Bir yer var idi. Uzun məsafə qət elədik, getdik, çəkdik. Əziyyət də oldu, isti hava idi. Amma istədik ki, onları sizə çatdıraq. Çəkilişlərimiz də maraqlı verilişlərdir sizin üçün eləyirik. Yəni həm özümüz üçün maraqlıdır, həm düşünürük ki, bizi izləyən izləyicilərimiz üçün maraqlıdır. Müxtəlif ölkələrə gedirik, vloqlar hazırlayırıq, materiallar hazırlayırıq və sizlə paylaşırıq. Bu da bir verilişdir, bu da bir buraxılışdır, bu da bir əziyyətdir. Bu daha böyük əziyyətdir, onu deyim ki, sağ olsun bu turlarda, bu böyük gəzintidə və bu böyük proqramların, verilişlərin, maraqlı belə deyək də, reelslərin, videoların hazırlanmasında bizə dəstək olan şirkətlərə və xüsusilə də Faraon Travel-ə təşəkkürümüzü bildiririk, White Star Cleaning-ə təşəkkürümüzü bildiririk, dəstəkçilərimizdirlər, sağ olsunlar, sponsorlarımızdılar və bizi belə səfərlərə göndərirlər. Həm özümüz istirahət edirik, həm də istirahətdən maraqlı vloqlar hazırlamağa çalışırıq. Bəli, maksimum görürsünüz ki, faydalı paylaşımlar eləməyə çalışırıq. İndi inşallah bu axşam da elə bir paylaşım olacaq, hansı ki, həm faydalı olacaq, həm də düşünürəm ki, onu hər bir Azərbaycanlı izləməlidir. Çox sağ olun, biz də sizi sevirik, Allah qorusun ailələrinizi. Bəli, Mira xanım, Mira Yaqubova, Faraon Travel. Instagramda paylaşmışıq. Keçin ən son videolarımıza, hardasa 3-4 videoda orada təq olunub, basan kimi üzərinə, yəni toxunan kimi keçəcəksiniz və nömrə də var orada, yaza da bilərsiniz direkt üzərindən, necə istəsəz. Bu axşam, bəli, bu axşam paylaşacağıq. Sabah yox, bu axşam saat 9-da. Hələ buradayıq. Mən, Rasim, fərqləndirmək istəmirəm. Ora tamam başqa bir yöndədir, bura tamam başqa bir yöndədir. Mədə bağırsaq problemi olanlar, qəbizlikdən əziyyət çəkənlər, qaraciyər göstəriciləri yüksək olanlar, nə bilim, triqliseridləri yuxarı olanlar, onlar, xolesterini yuxarı olanlar, zərərli xolesterinləri yuxarı olanlar gələ bilərlər. Azərbaycanlılar çoxdur, bizim oteldə də çoxdur. Həm Bakıdan gələnlər var, Gəncədən, bilmirəm, Hollandiyadan, Almaniyadan gələnlər çoxdur, Kanadadan gələnlər var, çoxdur. Hər yerdən demək olar ki, Azərbaycanlı ailələr var. Yəni, dil bariyeri çox rahat olacaq sizə, xüsusilə İngiliscə danışırlar deyək, yox. Sloven dillərində daha çox danışırlar, öz dillərində daha çox danışırlar və öz dillərdə Rus dilləri qrupuna, bilirsiniz də, Slavyan dillər qrupuna çox yaxın dillərdir də, Rus dilinə də yaxındır və demək olar ki, səni başa düşməyə çalışırlar. Rusça danışsan, lap belə rahat başa düşəcəklər. 20 yaşım var, sizinlə böyüdük, can. Yaxşıdır da, Zaur artıq 25 ildir televiziyadadır, məndə də bu il 20 il oldu. Özdə şey gedir ya sənə. Nə deyirəm? İbədib. 25-20. Bəli, böyləyiz. Yenə yazdı, niyə demirsiniz ora haradır? Qurban olun, bizim bayaqki izləyicilərimiz cavab yazın. Paylaşmışıq hamısını, Instagramda var. Keçid alıb baxa bilərsiniz. Dünyanın bir nömrəli aparıcısı var olasınız. Oxuya bilmədim, inanın sizə baxıram.
Maykopi Biter. Biter kimdir? Sizi çox sevirik. Salam olsun sizə. Çox sağ olun. Bizdən də sizə salamlar. Eşq olsun. Səbiş yazır. Çox sağ olay Səbiş. Bayaqdan deməkdən dilimiz böyle qabar olub. Amma paylaşmışıq hamısını. Ən son videolarımıza baxa bilərsiniz. Fərqi yoxdur. TikTok üzərindən, Instagram üzərindən və bugün ən əsası önəmli bir video paylaşacağıq. Hansı ki, düşünürəm ki, onu hər kəs izləməlidir və yaxınlarına da göndərməlidir. Ən azı gələ bilməyən insanlar da görsünlər. Bəli, bura gələndə Azərbaycanlılarımız mütləq ora gedirlər. Yəni, mütləq ki, mən bilirəm ki, hər bir Azərbaycan uzaqdır da biraz ona görə. Uzaqdır, həm biraz çətindir getmək. Biz çalışdıq ki, bu məsələləri həll eləyə gedək. Yenə Faraon Travel sağ olsun bizə dəstək oldu və getdik. Heç bir yerdə çəpər, hasar... Heç bir evdə yoxdur. Hasarları yoxdur bunların. Göstərim evlərini. Kameranı belə çevirəcəm. Kameranı... Dəyişirik yoxdur şeyləri. Evləri göstərim. Niyə gəldiyimizi paylaşmışıq videolarda. Baxa bilərsiniz. Burada baseyn də var kiminlər. Bizim otelin də öz baseyni var. Termal sulardır. Sloveniyadır, Sloveniya. Və ortada parkdır. Sloveniyanın əsas... Ragaşka Slatinanın. Sloveniyanın deməyim. Bu da bizim oteldir. Bu da dağlardır. Çevirirəm. Amma sizə bir şey deyim, çox otellər artıq fəaliyyətini dayandırır. Demək olar ki, əvvəlki kimi fəaliyyət göstərmir. Mən əvvəl gələndə 2015-ci ildə yadımdadır ki, bu park, buralar dolurdu, insanlarla hərəkət eləmək mümkün deyildi. Neçə min adam o tərəfə gedirdi, neçəsi bu tərəfə gedirdi. Bütün otellər doluydu. Amma indi elə deyil. Burada da söyləyirlər ki, korona, pandemiya və bu Rusiya-Ukrayna müharibəsinin çox böyük təsiri var. Hal-hazırda məhz bu cür ölkələrin dolanışığına çox böyük təsiri var. Sloveniyadır, Slovakiyadır, Xorvatiyadır, Avstriya, Macarıstandır, Montenegrodur. Yəni, bu keçmiş Yugoslaviya ölkələrinin böyük əksəriyyətinə çox böyük mənfi təsiri var. Ümumiyyətlə, Avropaya çox mənfi təsiri var bu müharibənin. Müharibənin hər yerə mənfi təsiri var da, müharibədən kim xeyir tapır ki? Müharibə həmişə bir tərəfdə xeyir görüləndə, digər tərəfdə həmişə çox böyük əziyyət çəkir insanlar. O cümlədən düşünməyin ki, kənardan məhz burada da hamı bəxtəvərdir, hamı belə əladır, bombadır, hər şey yaxşıdır, yox belə deyil. Burada da çox böyük təsirini göstərir, çox böyük mənfi təsirini göstərir və bunu insanlar deyirlər, dillərinə gətirirlər ki, müharibənin, pandemiyanın, koronanın çox böyük mənfi təsiri var bizə. Musayeva güzgüyə baxır yəni. Çox sağ olun Fərid. Zayidə xanım, xoş gəldiniz. Qaxdan salamlar, eşq olsun, bizdən də sizə salamlar. Canlılar, Savaş, Röya, təşəkkürlər. Günkam, Aycım. Qaxdan salamlar, Türkiyədən salamlar. Uşaqlar, bizim turlarımızı həm də gəzmək kimi dəyərləndirməyək, həm də eyni zamanda sosial şəbəkələrimiz üçün həm Instagram, həm TikTok, həm də YouTube səhifəmiz var, bilirsiniz. Bir iş kimi də bunu sizə təqdim edirik bu gəzintiləri üçün, çünki dəstəkləyən insanlar var, həm travellər var. Hal-hazırda Faraon Travel'a təşəkkürümüzü bildiririk, White Star Clinic'ə təşəkkürümüzü bildiririk. Bizim gəlişimizlə bağlı çox böyük dəstəkləri var, həm maddi, həm belə texniki tərəfdən çox böyük dəstəkləri var, həm də elə mənəvi, sağ olsunlar.
O baxımdan biz təşəkkürümüzü bildiririk və verilişlər hazırlayırıq da. Bu da bir YouTube üçün, Instagram üçün, TikTok üçün, bu platformalar üçün, bu platformalara uyğun, gündəmə uyğun, maraqlı videolar, reelslər hazırlayırıq. Sizi darıxmağa qoymuruq və bu gün də saat 9-da Bakı saatı ilə paylaşacağımız videonu mütləq izləyin. Həm Instagramda, həm TikTokda paylaşacağıq. Hələlik sizinlə sağollaşırıq. Bugünlük sağollaşırıq. Videonu paylaşandan sonra çox güman ki, yenə canlı yayım açacağıq. Çünki fikirləriniz bizə önəmlidir. Videonu izləyərsiniz və bizə yazarsınız. Sağ olun. Görüşərik. Axşam saat 9 tamamda videomuzu izləməyi unutmayın. Növbəti vloqumuzu təqdim eləyəcəyik sizə həm TikTokda, həm YouTube'da, həm də Instagramda. Mütləq izləyin.